Yasamaldan Berlinə gəlib bunu görəcəyimi ağlıma gətirməzdim. 2021-ci ildə hətta Almaniya üzrə ən çox oxunan 5 qəzetdən biri olub. Deməli, gəzinti əsnasında Almaniyanın məşhur qəzetlərindən birinin redaksiyasında olduq. The Tageszeitung, qısaca adı da Taz gedir. The Daily Newspaper, gündəlik qəzet. Nahar etmək üçün gəzintiyə qəzetin yeməkxanasından başladıq. Bufet deyək də, hətta burada spirtli içki barı da var. Bizdə hansısa media qurumunun yeməkxanasında spirtnoy təsəvvür etmək mümkün deyil. Bəzi işçilərin işə öz körpələri ilə gəlmələri diqqətimi çəkdi. Menyularına baxıram, kofedən tutmuş spirtli içkilərə qədər nə desəz var. Yeməklərdən çoxunun nə olduğunu bilmədiyim üçün adında toyuq sözü olan bir şey sifariş etdim. Qiyməti 16 avroya yaxındı. Qurban olum ARB-nin bufetinə. Sonra binanın ən yuxarı mərtəbəsinə çıxırıq. Burada qəzetin tədbirləri, görüşləri keçirilir. Yer gəlmişkən burada yeşiklərdə pivələr diqqətimi çəkir. Dedilər, kim istəsə götürə bilər. Mən də görməmişliyimə salıb 2-3 butulka götürdüm. Eyvandan Berlinin mənzərəsi açılır və qarşımda gördüyüm 2 tikili var. Sən demə, bunlar da qəzetə aid imiş. Bax, bu otaqda qəzetin manşeti hazırlanır. Bura isə mədəniyyət və idman şöbəsidir. İçəri girib onları çəkməyimə baxmayaraq biri də başını qaldırıb baxmadı. Almanların soyuqqanlı olduğunu bilirdim, amma bu qədərini gözləmirdim. Burada bir masa diqqətimi çəkdi. Üzərində çoxlu sayda başqa qəzetlər var. Bunu ona görə eləyirlər ki, redaksiya heyəti gündəlik rəqiblərin nədən yazdığını bilsin. Redaksiyanı gəzdikcə az qala hər künc bucaqda kitablara rast gəlirsən. Almanlar harda boşluq görübsə oranı kitabla doldurub. Bu arada məni təəccübləndirən əsas məqam qəzetin özünün marketi varmış. Burada əməlli başlı mini sədərək yaradıblar. Çantalar, koftalar, nə bilim, nələr var, nələr də fikir verin. Sən Allah fikir verin. Bizim qəzetlərdə belə şəraiti təsəvvür belə eləyə bilmirəm. Növbəti videoda sizə Almaniyanın ən böyük televiziya kanallarından birini göstərəcəm. İzlədinizsə bəyənməyi unutmayın.